Hər insanlar bu gün sizlərə F-string necə işə yarır, ən sadə yol ilə, ən sadə praktika ilə eləyə biləcəyiniz bir kod göstərəcəm. F-stringin təməli yəni. Bilirsiniz Pythona qabaq sürüm gəlmişdi F-stringi, string formatlamaq üçün belə deyə bilərəm qısa ilə. İlk öncə elə məsələn öz adımızı yazırıq. Sonra məsələn 5 və sonra gəldik, print deyən sonra gəlirəm. Şöyle birinci bir şey eləməliyik, bunu qoymalıyıq, F-i. F. Adım bu ad qoyuram. Sonra isə və mənim age yaş yaşım mən 15 yaşım var. Onu tezdə eləyəm. Bəli, buna təəccüb edersin, mən İngiliz klaviaturasında yazdım və sonra buradan çap edirsiniz və yəni siz də öz adınızda yaza bilərsiniz, ya qısadır, yəni bilənlər olsun. Burada səhvli olur. Buradakı adam məkbulu, yəni F-string ilə bərabər. Məsələn, mənim 15 yaşım var. Buradakı məsələn integeri bura atır. F-string ilə belə formatlaya bilir stringi. Belə bir şeydir bu, hər neysə.